İstəyirəm amma ki, mənim başımı oynatsın. Düzələsi deyil. Yanında kral Gülay xanım. Təzə gələn qızdan fingirləşir. Mən üzüyü götürmürəm. Mes birinci günü məkanı vuracaq. Təzə gələn qız kimdir? Təzə gələn qız hansıdır? Qurana and qulaq as bir dəfə. Mən deyim də onu. Cəmadına çəkmə. Qurana and olsun deyirəm. Onunla yanım mənim atına şey niyəm zadım. Heç bir şeyim olmuyor. Liflə, xıyla qalxmışam yuxarı. Onunla deyək, gülə-gülə girmişəm içəri. Onunla deyib bilməmişəm mən. Allaha and olsun deyirəm. Arzu, nə qəşək görsənirsən? İşə getmiş değil mi? Onun maması da gözəl. Sabah gedəcək işə. Bir dənə klientim gələcək. Padruqam gəlib saç qaynadacaq. Görək nə qədər faiz verəcək. İnşallah Allah qoysa xeyir olsun. Sağ əvvəlli yığa bilirsən mən qaynaqlamı. Hədə atmışım sana. Hə, gördüm atımsan mən. Qəşəngdir, əladır. Arzu sərf eləyirsə heç olmuyor. Nə qədər sərf edir. Hə, Allaha şükür. Bir dənə Mahir də işlətdi deyil. Mahir yaman olar. Orada mikrofonu alıb demək ki, mən iş istəyirəm. Mən biraz əsəblərimə müalicə lazımdır. Əsəbliyəm, nerviliyəm. O əsəb müalicə almasın, mən ondan ya zaksa girəsi deyirəm, ya nişandan nasıl deyirəm. Yəni bu qədər basit. Bu bir açsın qulağını. Arzu, sən denən də, sən denən. Mən özümə deyəcəm, mənim başımda ağrır, şəkərim də var görə. Mən özüm haqqında danışacağımsa birinci günü. Yox, Mahir haqqında da danış. Denə Mahirə kömək eləyin iş barədə, müalicə barədə. Alo. Ay ürəyim, mən kredit yeri bilirsən quzum, mən bu elə bir ki, telefonu verib qutaran olsa da kreditimi, qızıl kredit götürmək istəyirəm. Qızıl kredit, qızıl götürmək istəyirəm. Hə, bir də komplet götürmək istəyirəm özüm. Götürərsən ki, niyə? Yoxdur, doldu, hər yerdə verirlər də. Mahir heç nə almıyor mənə, nə alıbdı? Mahir işləyir nəsə alsın, işləyəndə alacaq da. Mən bir corab almadımsa. Ey alacaq. Qurban olum. Yazıq da, zırma deymi. Sən mənim maddiyətə görə yanıma gəlmişsən. Yox. Var yanındayım, pulun yoxdur yanında Ay deyim. Mahir, sən pulun var. O özü gətirmədi sən oradan ağlaya-ağlaya. Bütün günü deyirdi, hamımız dincəlin deyirdiniz Mahirdən ayrı. Arzu, mamanla danışırsan? Mama da bir mama. Hər axşam deyir tıklayır. Anamın adını çəkmə, ağzını çıraram ha. Nə deyirəm ki, qaynanəmə deyirəm, onu səylərin qırırsın. Mənim anamla elə işin yoxdur. Sənin yüzünü taparam, anamla taparam. Sağ görə danışmıram mən anamla. Mən bu dəqiqə səndən ayrılım, mən anam yanına gedəcəm. Sevir də, nə qardaş, nə qardaş. Adam ol, adamlar sırtı özünü subut elə, necə baxırsan. Sən gör ki, mən qızı işləyir, özünü istədiklərini alır. Ona görə də səni qəbul eləmir. Birinci günü müəllimə yaxınlaşıyam, reklam arası. Deyəcəm müəllimdən xahiş edirəm, mənə sual verin, mən iş haqqında nəsə demək istəyirəm. Verəcək deyir. Gərəsən müəllim sual verə, görürsən orada özümü cırıqlayıb dağıdıram. Müəllim gərəsən sual verə, əlini qaldır, dinə mikrofonu mənə verin, hər şeyi qırağa. Mövzular hamıdan gedir, atadan gedir, anadan gedir. Niyə almırsan sən sözü? Mən müəllimə deyəcəm, mənə öz sual verəcək, sən narahat olma. Eləyəcək. Köməkləş Arzu, o yanında işləyən xanıma da denəndə o da soraqlasın, görsün. Hardasa bir iş zad olsa nə olar, düzəltsinlər. Mahiri işləsin. Bilir ki, işləyəcək. Ay Gülay xanım, vallahi işləsək ömrüm günüm, o başını
Altını da bilir, üstünü də bilir. O orada yatdığına gedib iş axtarar, tapar. Sonra da müəllimə verər ki, müəllim bir dənə araşdırın görün nətər. Müəllimin əlindən də girər işə. Mən ATV-dən tapmaq istəyirəm. Mən bu TikTokdakilara Düz inanmıram. deyir. Düz deyir. Arzu oradan tapsa ora etibarlı da baxma. Zaur deyir ki, gedib reklam deyim. Görsən Füzuliyə nə qəşəng iş tapdı. 5 dəqiqə. Vallahi istəsə tapar. Zaurun əlində o heç. Çünki necə Füzuli bilsən işləyəndir. Qoçaqdır. Aşı O Mahirə görür iş ki, tapır. işləmir ona. Yox, Mahirə iş tapıb işdən çıxır. Mahirə iş tapıb bu. 8 yaşımdan mən pres qaldırıram. Mən 50 dənə iş görmüşəm. Mən kətdə olanda mən işləyirdim mən. İndi bir dənə iş tapsın hələ bir görsün. Hələ Zaur ona iş tapdı. Kimdir hədiyyəti? Allah'ın olsun mən Maatır ya. Həyatırlar. Maatırlar. Sən də aparıb arağa verərsən. Yanında da içən var axı. Mən heç maraqlı deyilsən Allah. Yox deyil. Mən 30 günə yaxındır ki arağı içmirəm mən. Allahdan danış. Bax Allahdan danışmırsınız deyənə bu günə də düşmüşük. Mənim ruzum da var, bərəkətim də var. Mən istəyənlər var, dəstəyi olanlarım da var. Sən özünə gül. Özünə ağla gül. Nə demək istəyirsən? Ağlayacağım şimdi. Beş dəqiqədən bir başım az taqqırlar da mənim dalıma düşən çoxdur. Nə bilim nədir? Vallahi. Vallahi mən nə çağırtdırırdım bura. Gedərdin elə başqasının yanına da. Sən mənim vəziyyətimi başa düşmürsənsə, sana nə deyim də mən? Sənin vəziyyətin nətər başa düşməm mən? Canı nə vermirsən iş? Bilmirəm. Azərbaycanlısan sən? Yox, Yapondan gəl. Azərbaycanlı olmayanda harda olacaq? Desəm ki, altımda qırmızı Chevroletim var. Gəlsin qaça-qaça sürəsən. Canlı bir işə ver də. Bir gün sabah at olasan, nətər baxarsan? Allah tapacağım. Birinci günü tapacağım. Yaxşı, sakit dur. Yaxşı. Yaxşı. Arzu Mahirgilin yanında kız, qadın xeylağı var. Ay nə bilim olsunlar, hə, hamısı quşlardır. Yox, ATV-nin şeylərini. Niyə o günləri mənə mehriban xəncər yeyirdiniz? Vaxtımı sizə. Köyüşə mənim qəlbim qırıldı. Mahir gözümdən düşdü. Allah haqqı düşübdü. Ürəyimdə də Mahirə qarşı sevgim yoxdur. O qızla gördüm ha, mırtdaşa gülə-gülə gəlib. Ondan sonra təmiz hər şey çöndü məndə. İnanmırsan, inanma. Onu deyirib ki, harda olsa onu müəllimə deyərəm, tapıb gətirərəm ona. Əgər mən onunla nəsə deyib gülmüşəmsə. Ay mən körəm mən. Vallahi gülmürdüm, Xalid də gülürdüm. Camaat eşidir səsimi, bəsdir. Xalid də Ləman oturmuşdu studiyada. Niyə yalan danışsan? Studiyada oturmamışdı. Paltarın qasım soyunurdu. Qasım soyunurdu, asırdı göydən. Mən sənə inanmıram ki, güvənim də yoxdur. Arzu anla gəlməyəcək ora, dava eləməyin. Bilmirəm ha. Arzu Mahir'in də olsun. Mahir yaxşı uşaqdır. Çox istəyirəm mən onu. Gül kimi yaşayırdıq. Mən iş də tapacaqdım. Qəşəngcənə yaşayırdım mən Bakıda. Mənim evimi dağdan bir nəfər var, baş hərfi də idi. İyiyə də buradan sözümü deyirəm. Sən xəyal dağıdıbdır. Camaatdan 50 mat yığdın, apardın, verdin arağa. Nə demirsən xəyal dağıdıb, vüsalət dağıdıb, nə olar demirsən? Vüsalə kimdir? Xalası. Yaxşı. Sakit dur. Camaat Allah'ın olsun da əsəbləşdirsən məni. Başını vur divara. Sakit dur. Amma bugünkü gündə keçən səfər işlənməmişdən qabaq kart qoymuşdum. Heç kəs mənə dəstək olmadı. Kreditimin vaxtı idi. Dedim 120 manat yığarım, 2 aylıq verərəm. İşləyəndə də ki, azıcıq
Sənə görə heç kəs mənə dəstək olmadı. Hə, dəstək olacağım, səbirli ol. Bir həftəyə kimi sənin o kreditini mən bir ayını ödəyəcəm. Görüm ondan sonra sən dilin çayaq danışmağa. Camaat əsəbləşir orada, nevləşir orada, zobu orada, xəstə adamdır. Arzu nə bişirmişdin bugün? Döyüğa və çolpa. Hə. Çolpanı da elə qəşəng bişirib ki. Hə, nədir? Bəyənmirsən cərə bəyən, cəhənnəmə bəyən. Nə dedim ki, deyirəm çolpanı da elə qəşəng bişirib ki, ay Allah, sən niyə pis yazırsan bunu? Qınamıram. Sizdə çat, Allaha and olsun sən əsəbsən, dəlisən başına nəyə qalır? Atam belə deyir. Atamın dediyini deyim görəm burada, ölərəm də gülməkdən. Danışırsan Mahir olanı. Deyir gülü göstərlə qoya bilirsən. Qaynatan danışığa bax, madiri deyir gülü güldana qoya bilirsən. İkişdə də çatmır, yallah haqqı. Mən hara gəlib düşmüşəm? Dəlixanaya deyir, Əlbala ver gəlsin. Dəlixanaya düşmüşəm, o naporla nə verir? Mahir, maman gillə danışırsan? Mamamın anası öyle hürmete gedibdi. Atam da ne bileyim kətdədir. Bəs getmədi? Nənə Kişi Lənkərana getmədi. Bir arvad gəlmişdi, onda ilə apardım. Dəqiq atam Lənkərana görə 100 baş qoyun, 100 başdan mal. Onlar da özlərini işə bilən adam deyirlər. Yox, maaş az verirlər axı. 200 baş qoyun heyvandır, ev yox, şəraiti yox, 500 manatdan maaş verir. Sərf eləyərsən? Yox. Gəlsin mən Bakıda ona iş tapıram, çoban işi getsin. İşləyirsən çoban, mən sənə tapım. Çoban işi. Nə tapırsan? Qoyun güdərsən 500 manat maaş verəcək, sənə qalmağa yer də verəcək. Qalıram. İstəyirsən mən danışım gedişdə. Arzu ilə danışım, nömrəsini atıram Arzu. Gedərsən baxarlarsa, mən tapşıraram sənə. Qoyunu tarayacağım, yoxsa ot qoyacağım? Otararsan ki da. gerek. Ay ürəyim, bunun başı çıxır, bu gərək köpəndə, köpü olanda, nə bilim, doğuzdurmağa, qulağından qan çıxartmaq, gözündən qan çıxartmaq. Elə hassas şeydir, qoyuna Yox, bax. özü də kömək eləyir Arzu. El adamdır, özü 4 şəhərdə evi var. Burası gəlir çobana kömək eləyir də hər şeyə, doğmağına, zadına, heyvanın. Amma yəni 4 otaqlı qəşəng şəraitdə evdir. Paltarı yuyan maşını bilsən hardadır? Şeydir, hər şey var. Kuxuna mebeli var. Müşfiqdə. Bu verişə gedib gələ biləcək. Yox, ora getsə gərək verilişi də getməyə. Buna da axməli bizim mövzular var hələ. Hələ dədəmiz nənəmiz gələcək. Qoy mövzuları qutarsın. Görək yaxşı iş tapmasalar ona. Mən düzəldərəm, qeyb iş. Tapa bilərsən, Arazda da tapa bilərsən, fərqi nədir? İcazə verin. Mən nətər işləyirəm, mən gedib gəlirəm. Var İşay Gülay xanım, aksiyan iş tapmışam günü 5 manata, masa hazırdadır. Prosta arzu qoymur. Niyə? Kül başına deyir qızla apar ora çatdır, bura çatdır. Sən pulun varsa, buradan bura gəlmə pul dilənirsə, o şey işləmək üçün gərək sənin cibində 100 manat ola. Məsələn, Gülay xanım Nərmanovda yaşayır. Nərmanovda piyada gedirsən sən. O yox. Aksiyan işidir, masa hazırda. Prosta sən masa hazıra qoymursan. Alkaşın saat tapırsa, sən də ondan 5 betərsən. Lazım deyil. Özün axtar. Sən ancaq alkaşlardan danışırsan telefonda. Mahir, usta yanında fəhləzad işləyə bilmərsən? Ha, işləyər. Niyə işləmir? Mən soraqlayaram sənə, görüm belə bir iş tapa bilərəm sənə. Sement zavodda bir nəfər adam var, işləyir, günü 70 manat maaş alır. Orada da qalır.
Bilmirəm, amma indi oradan sən şeyə gəlmək olar, yoxsa yox, onu da soruşaram mən sən. Hə də denən ki bir müddətə qədər çünki Günü verilişimizdən 70 manat maaş alırlar, oteldə də qalmağa. İndi bilmirəm neçə gün işdə olursan, neçə gün evdə, onu bilmirəm. Onu öyrənərəm. Əgər 2 gün işdə, 2 gün evdə belə deyərəm ki, gecə smeninə salsınlar, o gündüz smeni evdə olsun, soruşaram mən. 2 gün evdə zad yox, daim işləyirəm. Bir dənə 5-ci, 6-cı günə kimi işləyirəm. Yox, maaş verirlər isə. Ay verirlər, günə vermirlər. 15 gün elə bil bir gün işdə, bir gün evdə, bir gün işdə, bir gün işdə maaşı amma verirlər. Ay bay. Hər gün yox. Yo aylıq kartla maaş verirlər. o gərək kartıma atam şeyimi açsın. Ona pul verməsinlər. Neysə, nə kartı atıb? Maaş kartı olacaq. Alarsan əlinə, saxlayarsan özündə. Görmə verəcək. Adam maaş kartı. Niyə vermir? Maaş kartı səndə olar, sən alarsan. Hər şeyi də sən düzüb qoşarsan. Bir dənə Birinci günü metro kartını gətirim. Gedəcək nə qarayacaq? 4 paşka, 8 şey karobka simişka, kofe. Mənə arzu, sonra Allah qoysa bu işləri öz qutarsın, sən də işləyirsən, yavaş-yavaş öyrənərsən. Bir dənə ev tutun özünüzə, qəşəng, səliqəli şəkildə. Gəlmir bunun işi. Xoşuna gəlmir? Yox. Aspıma pul verəndi. Aparacaq arağa verəcək, dostlarına verəcək, tanışlarına. Abim, sənin yanında araq içirəm mən. Ha, indi buradasan deyənədən bir çıxaq bir qırağa, görsən nətər olursa. Niyə Mahir? Onun işi qəşəng pullu işdir. Yaxşı gəlirdi. Amma qaldığım yerdə içənmərəm. Hədə təhti istəsə içər arzu. Çünki yanında görəm, bax ona görə. Az içə bilərəm, bilmərəm. Əlimdə tükan çıxdın, qapının ağzındadır. Girib alıb içərəm. Özü də kakrazda nisiyə də verir, köşdür. Hamı tanıyır. Girib götürüb içərəm. Nədən qorx? Daha dedim alacam da, amma qəzəl oxumur. İndi Allah qoysun nişanınızı orada eləyəsiniz ATV-də. Nə nişanı? Nə nişanı? Bir dənə gedəcəm masan xidmətləri, zaksı, keçəcəm suqtarı. Yox, hələ nişan eləyəcəm. Arzu orada nəsə eləyin də özünüzə. Orada şey eləyəcəm. Bütün tiktokerlər orada olacaq. Tiktokerlər də Anna, Gözəl, Füzuli. Mən də gələcəm. Vaka, Julay 74-85 orada olacaq. Ay, millət orada olacaq. Bu gözəllik salonu rəhbəri zadı hamısı töküləcək oradakı Arzunun nişanıdır. Niyə tökülmür? Arzunu tək görmüsən sən, ha? Keçən səfər ağladım ki, mən bir dəfə burada nişanım olub sevmişəm. Mən ən arzum odur ki, gəlinlikdə çıxar. Həqiqətən mənim toyum olmayıbdı, amma onu da müəllimə deyəcəm arzumu yerinə yetirsin. Arzu, Mahir də cavan oğlandı, subaydı, evlənməyib də Mahirə də lazımdır sənə də. Toy elin, mən gələcəm sizin toy, Allah qoysun. Mən çağırın, hə? Eşdirim. Mahir yaman şeylər eləyirsən, sən baxıram. Parodiyalarıma baxıram. Müəllim deyir ki, istəmək ayrıdır, sevmək ayrıdır. Deyir, həm istəyirəm, həm də sevirəm. Mən hər gün deyir, ağlayıram. Sən ağlayırsan? Yastığım deyir, qız ağlayıram, o qədər ağlayıram. Deyir ki, sual ver, Arzu sən Mahir sevsin, hədə istəyirəm. Dedim, siz nə bilirsiniz gecələr mən nə əzab çəkirəm. Gülay xanım, O sözdən sonra Gülay xanım gətirdi onu. O sözdən sonra sirkələndi. O müəllim mən çox istəyir. Allah onun köməyində olsun. Müəllim həqiqətən mən çox istəyir. Hansı sözüm Arzu? Gülay xanım, Dedim, gəl səndən bir kişi kimi mən söhbət eləyim də, özümə görə götürürüm. Eləyək. Kəndim mənim, özünüzdən bilirsən də, kənd cəmaatı pis adım, pis şeydir də. Hə, bilirəm, biz də kətdənik, narahat olun. Qəbələdənəm mən. Gözəl xanımın yerisiyəm. Hə? Belədir, həylədir, nə bilim, nədir. Ay, may yanı o girmir də yanı.
Əşi, neyinsən? Sən Arzu ilə xoşbəxt ol. Eşidirsən, zəyişlə. Mahir, əskərliyin nə oldu sən? Mən İngilizləri şeyəm, aparmıram. Aparma. Bilirsən? Bu oğlan deyir, bax o 2200 nəfərin içində. Mən əskər getmirəm. Bax, bu sözü mən deyirəm. Mənə bax, Mahir, mən şeydir, nədir onun adı? Nəsə deyəcəydim, yadımdan çıxdı, Allah haqq. Yadıma düşəndə deyərəm. Hə, onu deyirdim, Qəbələdənəm, gözəlin yerisiyəm. Sizi yayda Qəbəliyə apara bilərəm, istirahətə. Özümün maşınım var mənim. Yəni maşınım var. Gəzir dana. Kia Sorento. Ondan sonra... Ay, mən maşın sürməyi öyrətdim, maşın alacağım. Alo. Öyrədərəm. Salam. Dən. İş zəng gəldi. Ölkədən daxilsiz qardaş, bilmirəm, sənə qardaş müraciət edirəm. Mən bu nömrəni iş üçün qoymuşam. Deməmişəm, mənə talib çıxsınlar, başınıza dönüm. Bütün kişilər mənə zəng eləyirdi. İşə görə? Mahirə? Aha. Mahirə iş tapırlar bu. İkinci bizim məsələdir bu. Hansı limanda ürək? Ələt? Nə işidir o? Hə, gəmiyə kraska vermək, hə, nə işləmir ki? Yaxşı, Mahirə indi sənin nömrəni atacağım, yazsın. Yaxşı. Ölkədən, xarici devlətdən zəngili sərdən baxır. Gəmiyə kraska burası. Nömrəni atıram sənə, Rus nömrəsidir, Alman nömrəsi. Ged işlə. Nəyə vuracağım? Gəmiyə kraska burası. Gəmi, oturduğun yerdə mən verişlə tapacağım. Sən danışma. Gəmi. Hə, bir o kəmidir, indi gəmi ilə Beyləqana gedəcəm. Gəmi. İstəmirsən Xalid üzür. Arzu, Xalislə Ləman yanındadır. Yox, görüm Xalidi çağır gəlsin, Xalidə verim, geçsin işləsin. Kraska vurmaz. Mənə bax, onlar da yaxşıdır ha. O qız yaxşı qızdır. Çox istəyirəm mən o qızı. Xalidə denən ondan içitməz. Sən ağaracağım. Baratdır, Sən sonadır. işləyən zibil deyirsən, Gülay, heç kəsə də işləmə. O işləyən zibil. Nə də gəmi kraskalamaq? Arzu, o kimdir? Amma hasad iş var. Hasad iş var gəlir. Hasad alıb yeməkdir. Hasad iş var. İşin hamısı çətindir. Nədir gəmiyə kraska vura bilməyəsən? Ay Arzu, elə danışırsan görə bil necə dənə gəmi kraska. Ay Gülay, qurban olmuşam. Mən baş ala bilirdim. Mən də Ay bacı, başına dönərəm. Nətər gəmi başa düşmədim. Gəmin kraskalayan adam yoxdur, Mahiri çağırırlar. O nətər şeydir? Biraz mənə çatmır. İş istəyirdi, yəni. O da baxır. Gör mən nə tərəfiməm ki, məni gəmi kraskalanmağa gətirirlər. Mənə heç maşının kapotunu qoymurlar kraskalanmağa. Gəmini nə tərəf mənə eləyəcəklər mənə? Mənə bax, Arzu, bilirsən, Düzəldirlər, kraskalayasan. Arzu, bax burada 2500 nəfər adam var. Hamıdan mən sənin yerə xahiş edirəm, Mahirin də yerinə xahiş edirəm. Bax, o zapravkada zadə iş olsa xahiş edirik. Mahir işləyə bilər, cavan oğlandır. Kesin o zapravkada Xalidi göndərir deyə şey, Zaur. O işə göndərsin Mahiri, Mahir geçsin işləsin də orada. Benzin vurur. Bu bizdən işləyən dölü bu. Bu deyir, havayı gətirin, verin, yiyim, üstümü örtüm, yatım. Nə var gəmidə sexdir da, düzəldirsən də kraskalayıb verəsən də, nə? Kimi də ay Allah'ına zəng eləyir. Gecə də yatanda qoymayacaq indi. Mən nə tər iş istəyirəm? Fəhlə. Nə tər iş istəyirəm? Fəhlə oldu. Mən həyatım gözüm açanda fəhləliklə məşğul olmuşam. O da fəhləlikdə nədir ki, kraska vurmaq, kresloda oturmaqda sənin üçün? At nömrəsini görün mü? At da atma nömrəsi. Xaliqə düzəldəcəm, geçsin işləsin. Sən müəllimə deyəcəm, müəllim deyir ki, havayı veriyim, üstümü ört, yatır. Müəllimə də atacam nömrəsini.
Hə, müəllimə atıyor, müəllim karantiyə verirsə gedin. Hə, müəllimə düz deyir. At ona, o araşdırsın Arzu. Müəllimə verir, bəlkə məni başıma oynatmağa aparır. Hətta kraskadır. Gəmin kraskaliyası. Allah. Gedirsən, nömrəni də götür. Qəşəngdən maaş verərlər. Qəşəngdən maaş Ələ verirsən. tam tərəfdədir. Əli deyir ha. Deyirlər. Rus nömrəsidir. Bu görüm salam aleyküm. Eləsə. Deyən görək. Nə? Mahir deyən görək nə deyir, hə? Baş verən sonra niyə ölürəm ki? Kraskadır. Qoy indi ətraflı danışacağım. Gözlə. Maaşını da Danış, danışın. görün nə deyir. Maaşını da denən. Niyə ölürəm ki? Denən nə Burada deyirsən? danışın şeyliyin. Ələ tam tərəfdədir. Əl yaxşı yerdədir. Evet. Bakının girəcəyi yoxdur. Rayondan gəlib görməmisən sən. Füzuli tərəfdən gəlirsən. Qaradağ tərəf. Öz batan tərəflər. Ay sağ Ay, ol. Nə sağ ol. var ki? Olsun. Safara getdi. O deyir sərdən baxıram, Mahir üçündür. Mahir deyir ki, mən getmirəm. Nə olur, pıl çıxsın, ne pıl varsın gedişdir. Bu hazır yemək istəyir. Evdə otursun mümkündür, yeyə bilməyəsən. Evdə oturmamla heç sənə nə olmaz. İşləməsi mümkündür. O ad dilənəsi kimdirsə... Danışdın, razılaşdın. Dinən qardaş, icazə versənsə qaynar xəttatın müəllim danışsın. Ha, deyərəm. Ondan sonra da get işdə. Ulan, nə Gəl var ki? kraskalıyasan. Hə, gəl. Mən sənətim kraskalıyasan. Burada Mahir sənə iş tapıb. Mahirə iş deyim. Tamam. Zaman Rusiyadan Mahir burada yazıblar. Sən iş tapıblar. Sabahlarım gəlsin. Bir dənə oxun. Direktə yazsın mı? Kimdirsə direktə xahiş eləyir yazsın, yazın da. Xalid necəsən ay Xalid? Sağ ol, Allah köməyiniz olsun. O Ləmanı incitmə, Ləman yaxşı qızdır. Allaha and olsun, mən sən o Ləmanla işim yoxdur, Quran andır. Prosta o günlərin qısqanclıqdan özümdən asılı olmadı. Mən bədbaxam və qısqancam, özümdən Ləman asılı. yaxşı qızdır, o çox yaxşı qızdır. Mən çox istəyirəm onu. Sizin də canlıya gəlmək, prostama qoşula bilmirəm sizə. Sağ ol bacı, Allah köməyiniz olsun, var olasın. Mən yəni Allah haqqı incitmirəm onu. Prosta elə Bacı, mən şorabam. Elə dolma sən açam. gətirəcəm, elə bişirəcəm ki, onlara da, Ləman gilə də, Xalid gilə də verərsən. Bir də söz deyim, qəşəng 200 də iş tapın, ərdə, arvadda, əl-ələ baş-başa verin. Bir qəşəng kvartalında ev tapın. İşləyin başınızı satın. Allah Hələ ki bizimlə ATV-də ona görə biz hələ ki Ay bala, ATV-də mövzu işləyək gəlin bir-birinə. Mən nətər işləyirəm gəlləm ATV-də? Nə ki mən işə girdim, dinən qardaş, mən verişim gedir, Nə Arzu, Mahir şeydir, o qardaşa denən ki, o Xalidə. Bax, saat 4-ə qədər restoranda qab yumaq işi var. Saat 4-ə qədər. Səhər 9-dan, axşam saat 4-ə qədər. Zəncilir. 25 Hardadır bacı, onu deyə bilərsən. 25 manatla maaş verirlər. Yaxşıdır, hardadır ki o elə? Ayna Sultanovda, Ayna Sultanovda. Xalidə deyir ki, Xalidə mən qabiyan tapdım, gedib işləmir. Mən qabıyım. Hə. Yox, o arvadı. Kişi xeyla qabıyor. Mən oğlum, kişini qoymurlar qabıyım, kişini qabıyım. Məsələn, səhvən məndə. O kraska işi yaxşıdır, o mən istəyərəm. Hə, Xalid, kraska yaxşıdır. Hə, bir dəqiqə, heç arzuya qalma, bir dəqiqə. eşidirəm. Qab yumağı padlosu nədir qardaşım, get yu da. Sən niyə gedib yumursan? Mənə bax. Kimə deyirsən? Hayır, mən qab yumağa görə demirəm. Prosta o yəni xunada qadın işidir də o qab yumağı. Demirəm və padlosu. Çətinə düşərəm gedib yuvaram da. Baxın, o çörək qazanmaq ayıb deyil. Kimləsə əl açıb dilənmək ayıbdır. Bəli. Mən yer gələr gedib Kart yuvaram. qoyub dilənmək, kart qoyub dilənirsən, düzdür. Onun Mən benim alta hərbidə mən zülmlər görmüşəm ki, sən o görməmsən. Mən gördüyüm zülmləri sən qarın içində xıtlayacaqsan, qarın içində lapat gələn qar. Neçə yaşın var sən? Neçə? Mən 40. 85 təvəllüdsən? 36. Məndən bir yaş balacasan. Dayan. Saat 11'dir. Biraz sakit olun. Yatabiliriz. Olmaz hep böyle. Tak top batı bazı dertlerimiz gelir sakitleşebiliriz. Bir dənə şeylə görüm.
Zəhmət olmasa. Yavaş Hamısı da mənə yazır, nömrəni götürüb. Abi sən sən başqa da o deyərsən, görən. Sabah bir dənə də iş var, orada dükan işidir. Buyurun, mümkünsə yazın. Yusuf danışır. Arada danış. Biz sözləyik. Kredit. Şey, Bir dənə zəhmət olmasa qurban olum sənə ətraflı başa səsdən ata bilərsiniz ki, orada nə iş olacaq, nə iş yoxsa gəmi təmiridir deyənə gəmi düzəldəndən sonra kraskalayacaqmı yoxsa necəmi? Ətraflı maaşı nədir? Gündəlik mi alacaq, aylıq mı alacaq? Yəni mahir olmasın bir nəfər də var, o da ailəlidir, o da işləyə bilər, yəni problem deyil. Mahir deyil De üstümdə. o satdın özü də. Mahir deyə vergiyim. Üstümü ört yatın. Ay sən Mahir. Mahir üçün fəhlə. Mahirə ancaq bilirsən, Yəni, hə. yüngül iş olar. Arzu tapır, hə. Yüngül. Mahir ancaq yüngül işdə işləmək yaxşıdır. O bir dənə yığım görüm. Hə, bir dənə gör nədir, ətrafı nədir? Yox, buna fəhlə deyən. Görüm gedib işləyəcək bu. Hə, fəhlə işidir. Günə 30 manata. Elə- Çörək qazan. Elə Xalid də gedib işləyər, nə olur? Bina tikintisidir. Fəhlə iş günü 30 manat 15 gündən bir pul verilir. 15 Yaxşıdır, gündən. nə yaxşı, o da yaxşıdır. Bina tikintisində fəhlə Məsələn, krana qum iş atırsan, günü, taxta iş günü daşırsan, 30 gün manat, 30 gün 15 manat. Gündə bir Ne çıxmadı ya? 15 15 gündən manat. bir 15 manat alır. 30 manat, Qoy 30 oxuyayım. manat 15 gündən bir pul verilir. 15 gündən bir verilir. Binada tikintidə fəhlə işidir. 30 manatdan 15 gündən bir pul verilir. Mahir. Yaxşı da 15 Qoy nömrəsini. Atma nömrəsini, atma. Sənin nömrəni atdım ona. Qurban olum sənə atdım Mahirin nömrəsini. İndi zəngilin danışın. Amma bunu da bildiyində, amma məsələn bunun verilişə getməyi də var. Yəni bu uzağı 5-in yarısında ATV-də olmalıdır. Yəni bunu bir danışıb özünüz qaydasına qoyarsınız da yarınca. Mən şimdi Bayıl qəsəbəsindədir. Gəl mənə atdım. Gəl mənə xırd. Ya, bax, babamın şəklinə baxın, babamın şəklinə. Nəfər lazımdır. 800 azyə maaş yemək verilir və iş saatı zamanı çölə çıxa bilməz. Sonra deməsən mən verilişə gedirəm. Maaş da ayda bir dəfə. Verilişə zaten deyil. Ancaq pasiv olacaq qalasın. yaxşı deyil, nətər eləyir? Ailəli də Gefqanlı olur orada laf danışsa. Dənizdə o. Dənizədir. Dənizdə də ha? Dənizdə o. Bir nəfər lazımdır. 800 azyə maaş yeməyi verilir. Yemək də verilir o. Nə istəsə. Və iş saatı zamanı çölə çıxa bilməz. Ha. Qurum işdir da. Sonra Sonra deməsən mən verilişə gedirəm. Hadi. Maaş da ayda bir dəfə verilir. Şirkət işidir də. Şirkət işidir. Hə, şirkətlərdə bir möhkəm olur da bilirlər. Şirkət işidir. Ciddi olur. Ha. Bu bizim məsələmiz olacaq onunla.